Naxçıvan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qalın qar örtüyü ilə əhatə olunan dağlıq ərazilərdə mütəmadi olaraq biotexniki tədbirlər keçirilir. Bu tədbirlərdən biri də bu gün Culfar rayonunda ərazisində Dəmirli yaylağı adlanan ərazidə keçirildi. Tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda qalın qar örtüyünün müşahidə olunduğu Ləkətağ kəndinin yaxınlığındakı dağlıq əraziyə 30 kip qaba yem və 200 kiloqram daş duz dağıdılıb. Biotexniki tədbirlər əsasən heyvanat aləminin sıx məskunlaşdığı ərazilərdə, miqrasiya dəhlizlərində və əsasən də köçə meyilli olan ərazilərdə aparılır. Nazirlik tərəfindən fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədi ilə keçirilən biotexniki tədbirlərin zərurət yarandığı digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur. Xosrov İbrahimov, xanım Rüstəmzadə, Oruc Məmmədiyarov, NTV Xəbər.